Sümük qırığı zamanı ilk nə etmək lazımdır? Sualı biraz daha ümumi alıp travmalar sonrası ne etmek lazımdır kimi düşünerek cevap vereyim. Çünkü travmaların bəzilərində qırıq ola da bilər, olmaya da bilər, amma bu yaxlaşımımızı dəyişmir. Ümumiyyətlə travmadan sonra ətraflar üçün danışacaq olsaq, ətrafın dinləndirilməsi, ürək səviyyəsindən yuxarı səviyyədə tutulması, aktiv şəkildə buz tətbiq edilməsi ilk ediləcək tədbirlərdəndir və idman edilirsə və ya iş görülürsə o işin davam etdirilməyərək ətraflara istirahət verilməsi vacib olan məsələlərdəndir. Deyək ki, idman zamanı yaranan travma sonrasında xəstə bir şey olmadığını düşünərək davam edir. Amma gün sonunda, idman sonunda ətraf şişir və daha şiddətli bir reaksiya ortaya çıxır. Bu da travmanın şiddətinin daha da artmasına, xəsarətin daha da böyüməsinə səbəb olur. İlk etməmiz gereken bunlardır. Travmanın ilk zamanında qırıq nahiyəsini hərəkətsizləşdirmək, sabit tutmaq və mümkünsə elevasyon, yəni ürək səviyyəsindən yuxarıda tutub soyuq kompressiyon uygulamaq lazımdır. Əgər Bakı şəhərindəysəniz, 7-24 saat aktif olan ortopedik travmatoloji mərkəzimizə müraciət edə bilərsiniz. Sizi müayinə edərək uyğun müalicə planını tətbiq etməyə çalışarıq. Əgər Bakı şəhərindən kənarda, regionlardaysanız, sizə ən yaxın olan xəstəxananın təcili tibbi yardımına müraciət etməlisiniz. Qırıq müalicə olunmazsa nə baş verə bilər? Sümüklərin yanlış bitişməsi, deformatik bir görünümdə olması, Hərəkət məhdudluğu, ağrılı oynaqlar və diskomfort bir həyat tərzinə səbəb ola bilər. Travmadan sonra şişkinlik və ağrı varsa nə edilməlidir? Travmadan sonra travma alınan səbəbin aradan qaldırılaraq, idmandırsa və ya işdirsə onu dayandıraraq, mümkün olan halda soyuq kompress tətbiq etmək ilk yaxlaşımını təşkil edir. Ən çox hansı travmalar əməliyyat tələb edir? daha çox açıq qırıqlarda, parçalı qırıqlarda və yaxud da qırıq yer dəyişməsi çoxdursa, belə desək, əməliyyat etmək gərəkməkdədir. Travmalar birbaşa əməliyyat tələb etməsi barədə cavab vermək çox mümkün olmaz. Amma travmanın şiddətinə görə əməliyyat olunma ehtimalı da bir qədər artdığını demək mümkündür. Yüksək enerjili travmalarda, yəni bunlar avtoqəzalar, yüksək məsafələrdən yıxılmalar ən çox təşkil edir. Bu halda isə xəstəxanaya mütləq müraciət edilməli və xəstəxana yatışı mütləq edilməsi gərəkməkdədir. Travmadan sonra pasientlər nəyi səhv edirlər? Xəstələrin etdikləri ən böyük səhvlərdən birisi sınıqçıl dedikləri alternativ tibbə yönəlmələridir. Bunlar da öz yerində komplikasiyalara yol açmaqdadır. Həkimə gec müraciət